Buradan üzümü prezidentə yaxın olan, həm söhbət olan adamlara tuturam. Mənim söhbətimi prezidentimizə çatdırın. Bir Allah adamı kimi deyirəm. Qoyduğunuz qanunlarla razılaşmıram. Amma mənim ağzımdan çıxan hər bir kəlmə qanun sayılmalıdır. Çünki yer kürəsində, dünya miqyasında yeganə adamam ki, Allahı görmüşəm və görüşmüşəm. Bildirildi ki, uzun illərdən sonra məsələn açacaq, səni dünya tanıyacaq. Açılsa da, açılmasa da. İstərsə gülünc gəlsin, istər nağıl bilin, istər məni şizofreni xəstə bilin, istər inanın, istərsə də heç inanmayın. Amma mən özüm Allah adamı sayıram, bilirəm ki, bu bir həqiqətdir. Siyasi tutaqları buraxın. Nəyə görə onlar ömürlük türmədə çürüməlidirlər? Nə iniyiblər? Adam öldürən 15 il yatıya çıxır. Bunlar heç adam da öldürməyib. Nə var, hakimiyyəti çevirmək istədilər. Nə olsun? Heç çevirə də bilmədilər. Laf çevirsələr də. Nəyə görə ömürlük? Bunlar türmədə çürüməlidirlər. Onların ahı nəinki bu dünyada, o dünyada da sizə əzab verəcək. Buraxın deyirəm bunları. İkinci, bu radarlardan gələn cərimələri elə yığışdırın heç olmayan kimi. Lazımdır bu. Kəmər nə zibildir, cərimə gəlir, kəmər taxmayıbsan. Ağ xətə yaxladın, cərimə gəlir. Lazımdır bu. Tamam bu radar söhbətini, cərimə söhbətlərini yığışdırın. Ölüm Allahdan gəlir. Allah bilir ki, kimi, haradasa nə vaxt götürəcək. Sonra, quru yolları açın. Qazaxdan Tiflisə 5 manata getmək olur. Ancaq məcburdular. Samalyota 300 manat verib gedələr. Bu lazımdırmı? Qoyun cəmaat dolansın, bəsdirin. Tamojnada qiyməti aşağı salın. Bahalığın qabağını alın. İşsizlik baş alıb gedir. İş yerləri düzəldə bilmirsiniz, aça bilmirsiniz, heç olmasa sosial yardım verin. Sosial yardıma gəlirlər, hərə bir bəhanə ilə imtina yazır, çıxır, gedir. Orta yaşı işə götürmürük. Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Orta yaşı işə götürmürük, sosial vermirik. O hansı ölkə idi, acından millət yola yıxılıb, meyidin belində idi. Bax, o vəziyyət gəlib çıxır. Azərbaycan artıq çökmək üzrədir. Sonra o qazazada qoyduğunuz limiti elə yığışdırın ki, heç normal halda verə bilirim ki, hələ limit artanda da onu verək. Yenə deyirəm, bir Allah adamı kimi mənim ağzımdan çıxan hər bir kəlmə qanun sayılmalıdır. Qanunlar sizin yox, mənim qanunlarım işə keçməlidir. Allahı qurban olun, kaş mənim məsələm açılaydı. Məni bir daha tanıyaydınız və ağzımdan çıxan bütün kəlmələri qanun sayardınız və icra eləyərdiniz. Mənim bugünkü söhbətim bu qədər. Sağ olun.